kiçik hədiyyəmizi qəbul etsəniz, biz çox xoşbəxt olardıq. Əminə ana. Sallayın. Mən burada şəhidimizin şəkillərini yerləşdirmişik ana. Və buranı niyə eləmişəm? Siz çəkilin, mən baş qatlam. Bax, bu geniş şəkildə biz bunu işıqlandırmışıq bu jurnalda. Onun abidəsi. Allah saat gözüm və səbir versin anam. Mən fəxr edirəm ki, bizim jurnalımızın ilk nüsxəsi şəhid anamıza təqdim olundu. Hörmətli tədbir iştirakçıları, birinci növbədə şəhidlərimizə, cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun. İkinci növbədə bizim Qəbələdən, Bakı şəhərindən Siqnal İctimai Nəzarət Təşkilatının rəhbəri olan Sevinç xanıma təşəkkürümü bildirirəm ki, bizim tədbirimizə rəng qatdınız, bu tədbirimizi daha da gözəlləşdirdiniz. Allah hər birinizdən razı olsun. Allah Əminəyə də, bütün şəhid əzizlərinə də səbir versin, dözüm versin. Həmişə də onu bilsinlər ki, biz bunların yanındayıq, yanında da olacağıq. Təşəkkür edirəm.